Körpəmlə biznesimi davam etdirirəm. Gün 32. Axır ki, bu çantanın da sifarişi mənə gəldi. Son zamanlar kəşfetimi zəbt eləyən, xarici əl işi satış səhifələrində qarşıma çıxan bu modeli ilk gördüyüm andan vuruldum. Moruq və kristal moncuqların çiçək motivində yaratdığı o zərif görüntü məni valeh etmişdi və sifariş verən xanımın bu sözlərindən sonra çantanı həvəslə toxumağa başladım. İlk hissələr çox gözəl gedirdi. Elə bilirdim ki, hər şey mükəmməldir. Ta ki, ortalara çatana qədər. Birdən hiss etdim ki, nəsə düz gəlmir və məlum oldu ki, kiçik bir səhv buraxmışam və elə bir səhv idi ki, davam etsəydim bütün çantanın görüntüsünü korlayacaqdı. Tikdim, yenidən toxudum və bunun nəticəsində hər xırda detalını yenidən öyrəndim. İndi isə istəyirəm ki, siz bütün bu çətinlikləri yaşamayasınız. Bu çantanın master klassını hazırlamışam. Addım-addım hər incə detalını izah etmişəm ki, siz rahatlıqla öz çantanızı toxuya biləsiniz. Və sonda Güney xanım üçün hazırlanan, rəfiqəsi tərəfindən sifariş olunan bu çantanı yola salıram. Çanta haqqında fikirlərinizi rəylərdə gözləyəcəm.